Tramp Çinə qarşı mübarizədə Rusiyadan geniş istifadə edə bilər. Buna görə də güzəştə gedərək özünə müttəfiq etməyə çalışır. Bunu Yençağa açıqlamasında politoloq Vəli Əlibəyov deyib. O, Rusiyanın Finlandiya sərhədində hərbi aktivliyi artırmasına ABŞ prezidenti Donald Trumpın narahatlığa ehtiyac yoxdur bəyanatına münasibət bildirib. Politoloq qeyd edib ki, Trumpın həqiqətən də Rusiya əleyhinə bəyanatlar səsləndirməsi maraq doğuran hadisədir. Həqiqətən də Trumpın bəzi addımlarını dəyərləndirmək biraz çətin olur. Birinci ondan başlayaq ki, niyə görə Rusiyanın şimal sərhədlərində güc toplamasına elə də ciddi məhəl qoymaq lazım deyil. Bilirsiniz ki, Finlandiya NATO üzvü oldu. Bu vaxta qədər deyil idi, neytrallıq saxlayırdı və onun NATO üzvü olması avtomatik olaraq Rusiyanın həmin sərhədlərdə öz qüvvələrinin artmasıdır. Yəni bu məntiqi nöqteyi nəzərindən bu gözlənilən idi ki, NATO ilə sərhəd bir dövlət sərhəddə o öz qüvvələrini daha da gücləndirməli idi. O da yeni mühəndis istehkam qurmalı idi və s. Yəni o baxımdan Rusiya bu addımını normal qəbul etmək olar. İkinci istiqamət Arktikada deməli buzlaqların əriməsi ilə bağlı. Orada artıq yeni həm nəqliyyat istiqamətləri və eyni zamanda enerji mənbələri üzə çıxır və bütün dünyanın gözü oradadır hazırda. Və Rusiyada eyni zamanda şimal tərəfdə aktivliyini artırır. Qüvvələrini orada toplayır ki, Arktika üzrə mübarizə başlayanda onun da orada müəyyən bir üstünlükləri olsun. O ki, qaldı Trumpın belə deməsi. Mən özüm şübhə edirəm ki, belə bir şübhəm var ki, fikir verirsinizsə Trump gələndən sonra daha çox Ukraynaya təsir edir ki, deməli torpaqları təhvil versin, məğlubiyyətlə razılaşsın və eyni zamanda özü də ABŞ-ın deməli Qrenlandiya, eyni zamanda Kanada ilə bağlı necə deyərlər, qeyri-adi təkliflərini irəli sürür. Onları ABŞ-a birləşdirməyə dəvət edir, çağırır. Mənə elə gəlir ki, bəlkə hardasa Trump'ın o necə deyərlər, biznesmen təfəkkürünü götürsək, ola bilsin ki, Putinlə onun arasında artıq təsir dairələrin bölgüsü də aparılıb. Ola bilsin deyə bilər ki, Avrasiya sənindir, Avropa istiqamətini sənə verirəm, sən də bu tərəfdən mənim Kanada, Qrenlandiya, Arktika ilə bağlı mənim istəklərimə sən də göz yumasan. Yəni ola bilsin ki, belə bir yanaşma və qeyri-rəsmi danışıqlar olsun. Yəni iki fövqəladə gücdür və Trump da başa düşür ki, o Çinə qarşı mübarizədə Rusiyadan geniş istifadə edə bilər. Ona görə də bəzi məsələlərdə o Rusiyaya güzəştə getməklə onu həm özünə müttəfiq edir və gələcəkdə də Çinə qarşı bir cəbhədən çıxış etmək üçün bir faza yaratmaq istəyir.